Azerbaycan bayrağı. Biz bu bayrak ve istiqlalımız uğrunda vuruştuk. Ona sevgimiz ebedi ve sönmezdi. Vətən bağı alarlandır, var içində xardır. Mənə qanat verən oldu dirəksən, adına özünə vətən deyirəm, çölünə düzünə vətən deyirəm. Salam möhtərəm qonaqçılar, müharibə veteranları, salam tədbir iştirakçıları. Hər birinizi bu möhtəşəm günümüzdə, Zəfər günü tədbirində xoş gördük. Hörmətli tədbir iştirakçıları, bugün bura möhtəşəm bir günü, 8 noyabr Zəfər gününü qeyd etmək üçün toplaşmışıq. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə açıq elan edirik. Analar, bacılar, ağı deməyin, indi qismətimiz sevinç gözyaşı. Ey
Şuşam, bir daha gözlerin aydın. Sənə sahib çıxdı mərd oğulların. Bu ədalət bayramıdır. Bu milli qürur, milli ləyaqət bayramıdır. Bu möhtəşəm qürur verici bir gündə bizləri təbrik etmək üçün sözü verək məktəbimizin direktoru Nurudə müəllimə, müavinlər Ağamir müəllim və Elşad müəllim və hərbi müəllim, 1-ci Qarabağ müharibə veteranı siyasət müəllim. Buyurun. Dəyərli şəhid ailələri, hörmətli müəllimlər, əziz şagirdlər, bugün bizim şanlı qələbəmizdən 5 il ötür. Bugün biz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın əzimli, rəşadətli, yenilməz ordusu tərəfindən Qarabağ torpaqlarını mənfur düşmənin işğalından azad elədik. Artıq biz azad, tarixi sərhədləri bərpa olunmuş, Qarabağına qovuşmuş Azərbaycanda yaşayırıq. Biz bu azadlığın dəyərini bilməli, kimlərin sayəsində bu yerlərə gəlib çatdığımızı heç vaxt unutmamalıyıq. Bundan sonra istəyir 5 il, istəyir 50 il, istəyir 500 il keçsin. Biz bilməliyik ki, bu torpağın hər qarışında şəhid qanı var. Bu torpağın hər qarışında qazilərin, hərbiçilərin əziyyəti var. Biz bilməliyik ki, onların bizim üçün aldığı bu torpaqları qorumağa borcluyuq. Biz buna görə başda Ali Baş Komandan olmaqla Azərbaycan ordusuna, şəhidlərə, qazilərə, o şəhidləri, o qaziləri yetişdirmiş analara, atalara təşəkkür edirik. Qələbə mübarək vətən, azadlığın mübarək Qarabağ. İki gündən sonra Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazılmış. Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan, Müzəffər Ordunun Baş Komandanı İlham Əliyevin 2020-ci il dekabr ayının 3-də verdiyi sərəncamla təsis olunmuş Zəfər günündən 5 ili tamam olur. Bildiyiniz kimi 2020-ci il sentyabr ayının 27-sində Erməni fəşist cəlladları 30 ildən artıq bir müddətdə işğal altında saxladıkları torpaqlarımızı və işğaldan kənarda olan torpaqlarımızı iri çaplı silahlardan ateş açaraq bir daha hücum əməliyyatına başladı. Və təcili olaraq operativ surətdə Ali Baş Komandan sonradan Dəmir Yumruq adı almış hərbi əməliyyatların başlaması üçün sərəncam verdi. Bu zaman Ermənistan qoşunları öz respublikaları ərazisində total səfərbərlik elan edir. 2020-ci il gün müddətində Azərbaycan xalqının rəşadətli birliyi, iqtidar xalq birliyi nəticəsində faşist ermənilərin işğalından bütün torpaqlarımız azad edildi. Hətta bu torpaqlarımız Kəlbəcər rayonu bir damcı qan tökülmədən öz sahibinə qaytarıldı. Belə xalqın nümayəndəsi olmağımızla biz fəxr etməliyik. Yaşasın bu cür Azərbaycan xalqı. Allah həmin müharibə illərində canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə can sağlığı versin. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır. Günün təsis edilməsi haqqında prezidentin ilk fərmana əsasən 10 noyabr Zəfər günü olmalı idi. Lakin 3 dekabrda verilən fərmana görə 10 noyabr Mustafa Kemal Atatürk'ün anım günü olmasına görə Prezident İlham Əliyev Zəfər gününün yerinin dəyişdirilməsi haqqında sərəncam verdi. Şuşa təntənəsini nəzərə alaraq 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd edilməyə başladı. Artıq 5 ildir ki, Şuşanın dağlarının başındakı duman niskilli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır. Qarabağ şikəstəsini oxuyan bizim Qarabağ. Adı sahibini demirmi aşkar? Xoşluqla verməzlər torpağı ancaq qanla mühürləyib zorla alarlar. İsa bulağının xanın səsini, dalğalı Qarabağ şikəstəsini, Babəş türbəsini necə pay verin? Bugün 20 yanvarda şəhidlərin məzarları üstlərinə tökülən qərənfillər
müstəqilliyimizi necə xatırladırsa, Dağlıq Qarabağ bölgəsinə xas olan Xarı bülbül Azərbaycan torpaqlarının azadlığının rəmzinə çevrilmişdir. Bugün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavad ruhunun şad olan günüdür. Bugün Nuru Paşanın, Ənvər Paşanın, Qafqaz İslam Ordusu əskər və zabitlərinin ruhlarının şad olan günüdür. Bugün Azərbaycan şəhidlərinin sərdarı sayılan Mübariz İbrahimovun şad olan günüdür. Bugün qürur günüdür, zəfər günüdür. Bayramınız mübarək olsun.